Azərbaycanda belə bir fikir formalaşıb ki, bölgələrdə, xüsusən də kəndlərdə çalışan din xadimlərinin, mollaların elementar savadları yoxdur. Qafqaz Müsəlmanları İdarəsi məhz bu problemi aradan qaldırmaq üçün din xadimlərimiz üçün əsaslı kurslar təşkil edib. Həmin kursları ilk bitirənlər bugün ictimaiyyətə təqdim olunub. Din xadimlərimizin aldıqları biliklər və onlara verilən tövsiyələr barədə Tural Səfdərovun reportajında. Azərbaycanda dini radikalizmə qarşı mübarizə istiqamətində ilkin addımlar atılmaqdadır. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil olunan din xadimlərinin təkmilləşdirmə kursları da sırf buna xidmət edir. Kurslarda ölkənin bütün regionlarından axundlar təlim keçir və bu dini radikalizmə qarşı mübarizənin genişlənməsindən xəbər verir. Dövlət idarənin tərəfindən mühazirələr oxunmasını və onlara çatdıracağı və radikal İslama qarşı mübarizədə daha da öz qüvvəmizi, öz bacarımızı göstərəcək. Bir çox şeylər var ki, onları biz öyrəndik burada. Əlbəttə ki, öz moizələrimizdə də, yəni həm tariximiz, həm keçmişimiz, həm də dini sahələrdə insanlara bildirlərimizi çatdırarıq inşallah. Bütün Qafqazın şeyxi Hacı Allah Şükür Paşazadə dini radikalizmlə mübarizədə din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyü qənaətindədir. Sizin yanında kimdir o özlərini Vahabi, Sələfi, nə bilim, o birisi sayan gələn ki, saqqalı uzatsın, onlar kimdir sizin ürəyində? Bəzi adamlar var ki, qorxurlar, çəkinirlər, demirlər, haqqı demirlər, çəkinirlər. Nə üçün çəkinməlisən? Sən Allahdan qorxmalısan, sən haqqı deməlisən. Azərbaycanda kənara gəlib təşviqə toxumu səpən hər kəsə qarşı mübarizə aparmağın zərurliyini dini qurumlarla iş üzrə dövlət komitəsi təsdiq edir və bu istiqamətdə dövlət tərəfindən konkret addımlar atılır. Həyat mübarizədə bu var. Öz haqqın uğrunda, öz yerin uğrunda, öz ideyanın uğrunda çarpışmaq deməkdir. Daha onunla mübahisə eləyib, sözü yarımçıq kəsir. Sən onsuz da kafirsən, sənə söz deməyə xeyri yoxdur. Sənlə danışmağa, nə bilim, ağza verməyə mənim heç həvəsim də yoxdur. Deyib gedəcəksənsə, bil ki, mövqeyini ucalacaq. Cəmiyyəti dini biliklərin çatdırılması və radikal dini cərəyanlarla mübarizə sayəsində medianın da üzərinə müəyyən öhdəliklər düşür. Bu sahədə kütləvi informasiya vasitələri öz işlərini müasir texnologiyalar əsasında dövlət siyasətinə uyğun qurmalıdır. Mediada iş birliyini öyrəndilər. Bildilər ki, məsələn, məlumatı necə çatdırmaq və necə almaq lazımdır. Media texnologiyalarına, informatikaya arxalanaraq mən düşünürəm ki, bizim bugünkü mollalarımız artıq müasirləşmiş Azərbaycanın ruhanilərinə döndülər. Azərbaycanda ilk dəfə keçirilən dini təkmilləşdirmə kurslarının artıq 50 nəfər bitirib. Onların hər birinə sertifikatlar və müqəddəs Quran kitabı təqdim olunub. Gələn həftədən artıq növbəti kurslar başlayır. Ümumilikdə kurslara 600 din xadiminin cəlb ediləcəyi gözlənilir.